Bəli, diqqətinizə çatdıraq ki, paytaxt Bakıda çox maraqlı bir tədbir də baş tutub. Belə bu tədbir haqqında sizə məlumat vermək istəyirik. Belə ki, Beynəlxalq Akademiya Yaqub Mahmudov haqqında kitab nəşr edib və sözü gedən kitabın da təqdimat mərasimi baş tutub. Belə ki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Baş Elmi Şurasının 2025-ci il 14 yanvar tarixli qərarı ilə Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan, Türk və İngilis dillərində Profesor Yaqub Mahmudov adlı kitab çap olunub. Yeni nəşrdə Azərbaycan Milli Elmlər Akademiyasının müşaviri Akademik Yaqub Mahmudovun həyatı, eləcə də elmi, pedaqoji və ictimai siyasi fəaliyyəti barədə yığcam məlumat verilir. Nəşrə həmçinin görkəmli tarixçi alimin həyat və fəaliyyətini əks etdirən fotomateriallar daxil edilib. Bundan başqa Yaqub Mahmudov Özgürlük ordeninə layiq görülüb. Akademika bu orden Türk dünyasının elm və təhsilindəki böyük xidmətlərinə görə verilib. təbrik edirik.